Bu formada qutulardır. Deməli bu necə bağlanıb qutu olur. Baxın bunun qat kəsən hissələrindən hər biri hər tərəfini qatlayırıq əvvəlcə. Yəni həmin yeri rahat qatlamaq üçün nizamlayırıq. Sonra isə qatladıqdan sonra bunları bağlayırıq. Belə bunu. Sonra bu hissə. Bunun baxın içində belə bir şey var. Keçir burada. Bunlar da aha açılır. Ondan sonra bunu belə. Sonra da üzəri də yəni belə bir formada şəffafdır. İçindəki görsənir. Yəni bunu bu formada bağlayandan sonra bunu adi iplər var. Onunla da bunun öz rəngində iplər var. Onunla da bəzəyə bilərsiniz və yaxud da istədiyiniz fərqli rəngdə lentlə də bunu bəzək vura bilərsiniz. Baxın belə mini hədiyyə karabkasıdır.